Müşfiq bəy, bir dənə sonuncu sualımı vermək istəyirəm sizə. Müşfiq bəyin özündə nə qorxu var? Çox qorxularım var. Böyük qorxularım yoxdur, şükür Allaha. Mübarizə apara bilirsiniz? Ona görə xoşbaxtam mən. Mən o vaxt xoşbaxt olmağa başladım ki, böyük qorxularım əriməyə başladı. O vaxtdan sonra da kökəlməyə başladım. Bütün gəncliyim boyu mən arıq idim. Sonra niyə sən bilib sonra birdən kökəldin? Mən də elə olmuşam. Çünki xoşbaxt deyildim. Qorxu var idi mənim içimdə. Onlar yeyirdi mənim piyimi. O qorxular, acqurt var idi içimdə, elə bir ki, məni yeyirdi. O qorxuların böyükləri yenələndən sonra gəldi indiki xoşbaxt Müşfiq oldu. Amma təbii ki, mənim də ufaq təfək kölgə kimi qorxularım var, amma həmd olsun Allah, üstünə gedəndə görürəm ki, fundamental bir şey qalmayıbdır da. Yəni, kölgə kimi var, çünki hələ bu dünyadayım da. Allah köməyiniz olsun, inşallah onlar da yenərsiniz. Yox, bu dünyadayıq da, biz belə olmalıdır biraz da, insanıq axı biz.